Aslında bununla bağlı ABŞ-ın Venezuelaya, ABŞ-la Venezuela arasında baş verən proseslərdən sonra müxtəlif fikirlər səsləndirilir. Həmçinin biz xatırlayırıq bu hadisədən sonra ABŞ tərəfi belə bir bəyanat səsləndirdi ki, 1823-cü il Monroe doktrinasına əsasən ABŞ-ın bu ərazilərdə, yəni Latin Amerikası ölkələri, Latin Amerikası bölgəsini yenə öz nüfuz dairəsinə daxil etmək planlarını hədəfləyir. Bildiyiniz kimi həmin dövrdə 1823-cü ildə həmin doktrinaya əsasən Avropa ilə ABŞ arasında müəyyən bir münaqişə mövcud idi və həmin doktrinaya əsasən həmin ərazilər Latin Amerikası bölgəsi ABŞ-ın nüfuz dairəsinə daxil edilirdi. Müəyyən qədər bir razılaşma əldə edilmişdi. Amma yenə də həmin doktrinaya istinad edilməsi ondan xəbər verir ki, yenə də ABŞ tərəfi bu əraziləri öz nüfuz dairəsinə daxil etməyə məqsəd olaraq qarşısına qoyub. Amma siz deyən, bayaq qeyd etdiyiniz müəyyən fikirlərlə, mülahizələrlə bağlı mən onu demək istərdim ki, əslində bu heç də o demək deyil ki, ABŞ bu proseslərdən sonra, Venezuela baş verən proseslərdən sonra diqqəti digər bölgələrdən yayınacaq. Bu heç də belə deyil. Bundan dərhal sonra Ukrayna ilə bağlı verilən sualları cavablandırarkən hətta xatırlayırıq, ABŞ prezidenti belə bir fikir səsləndirdi ki, Rusiya liderinə, Rusiya prezidentinə istinadən belə fikir səsləndirdi. Rusiyanın bəyanatından dərhal sonra belə bir fikir səsləndirdi ki, Rusiya tərəfdən xeyli sayda insanlar məhv edilir və müəyyən qədər bu da Rusiya tərəfinə bir ismarıcı idi. Baxmayaraq ki, Rusiya tərəfinin, Rusiya olsun, digər dünya dövlətlərinin liderlərinin bəyanatları o qədər də sərt deyil idi. Beynəlxalq hüquqa istinad edilirdi. Venezuela liderinin dərhal geri qaytarılması məsələsini əks etibar edirdi. Amma buna baxmayaraq o qədər də sərt deyil idi. Amma yəni qeyd etdiyim kimi, bu da heç də o demək deyil ki, bu Latin Amerikasında baş verən proseslərə daha çox köklənəcək ABŞ prezidenti. ABŞ-ın maraqları dairəsində olan digər dünyada baş verən digər proseslərə də yenə də öz mövqeyini sərgiləyəcək, o cümlədən də Rusiya-Ukrayna münasibətləri ilə bağlı. Siz bayaq bir məsələyə toxundunuz, təbii ehtiyatlarla bağlı ABŞ tərəfi belə bir fikir səsləndirdi. Trumpın ən böyük hədəfi də əslində hazırda. Təbii ki, ən böyük hədəfi də budur. O cümlədən də Venezuela bağlı bu oxşar fikirlər səsləndirir. Hətta Venezuelanın neft ehtiyatlarına gələcəkdə Çinin də cəlb edilməsi məsələsini gündəmə gətirmişdi. Gələcəkdə Çin də bu layihələrdən müəyyən pay ala bilər. Əslində ABŞ dövlət katibi Rubio bizim Venezuela neftinə o qədər də ehtiyacımız yoxdur deyə bir fikir də səsləndirmişdi ki, bizim kifayət qədər neft ehtiyatımız var. Əslində həqiqət statistik rəqəmlər də bunu deyir. Bildiyimiz kimi Venezuela hazırda gündəlik 1 milyon barelə yaxın neft istehsal edir və neft istehsal edən ölkələr sırasında bu təxminən 17-18-ci yerdə qərarlaşıb. Amma ixrac edən ölkələrin statistikasına baxdıqca bu heç ilk 20-likdə də yer almır Venezuela. O qədər də böyük həcmdə ixrac edilmir. Ola bilsin ki, bu müəyyən sanksiyalarla da bağlı olar təbii ki. Amma bu da heç demək, bu da o demək deyil ki, ABŞ tərəfi Venezuelanın təbii ehtiyatlarında maraqlı deyil. Təkcə burada neft yox, o cümlədən də nadir torpaq metalları da var və ABŞ prezidentinin də qeyd etdiyi kimi, Ukraynaya bağlı qeyd etdiyi kimi biz həmin Biden administrasiyası dövründə ABŞ tərəfinin xərclədiyi 350 milyard dolların artıq müəyyən qismini qaytarmışıq və həmin o təbii ehtiyatlarla bağlı imzaladığımız saziş nəticəsində də müəyyən qismini geri gələcək və o cümlədən də Venezuela bağlı münasibətlərində də ABŞ-Venezuela münasibətlərində də bu məsələlər ön planda olması mümkündür və təkrar edirəm ki, bu da o demək deyil ki, ABŞ tərəfinin, ABŞ-ın liderinin diqqəti yalnız Latin Amerikası bölgəsinə yönələcək, ABŞ-ın maraq dairəsində olan digər bölgələrdə yəqin ki, diqqəti davam edəcək.